Azərbaycanlı həkim Türkiyədə vəfat edib. Bu barədə Türkiyə Psixiatriya Dərnəyi açıqlama verib. Bildirilib ki, həkim mütəxəssis Fərqanə Abbasova dünyasını dəyişib. O, 2016-cı ildə Azərbaycan Tibb Universitetindən məzun olub. 2021-ci ildə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Psixik Sağlamlıq və Xəstəliklər ixtisasından məzun olub. Türkiyədə bir sıra xəstəxanalarda fəaliyyət göstərib. Məşhur Türkiyəli müğənni Mahsun Qırmızıgül Rusiyanın paytaxtı Moskvada 5000 nəfərlik konsert verib. Mahsun Qırmızıgül Moskvada böyük izdihamla qarşılanıb. Biletləri günlər əvvəl satılan konserti izləmək üçün 5000-ə yaxın tamaşaçı arenanı doldurub. Qırmızıgülün çıxışı zamanı duyğusal anlar yaşanıb. Sənətçi səhnədə xərçəng xəstəliyindən vəfat edən Yezidi qız Natellanın hekayəsini bölüşüb. Məlum olub ki, Natella konsertdən cəmi 20 gün əvvəl vəfat edib, lakin 3 ay öncə biletləri alaraq bu gecəyə qatılmağı çox arzulayıb. Bacısına əgər ölsəm, konsertə get. Mahsun bəyə onu çox sevdiyimi de və mənim üçün Bəlalım mahnısını oxusun deyən Natellanın arzusu Qırmızıgülü təsirləndirib. Sənətçi Natellanın bacısını səhnəyə dəvət edərək onunla birlikdə Bəlalım mahnısını ifa edib. Zalda duyğusal anlar yaşanıb və tamaşaçılar bu jesti alqışlarla qarşılayıblar.